Orqanizmi qurdlardan təmizləyən 3 məhsul haqqında danışacağıq. Qurd xəstəlikləri bütün dünyada çox yayılmış xəstəliklərdəndir. İnsan orqanizminə düşdükdə qurdlar müxtəlif pozulmalara səbəb olur. İmmun sistemini zəiflədir, orqanizmi zəhərləyir, müxtəlif vitamin və mineralların defisitinə səbəb olur, həzm proseslərini pozur, allergik reaksiyalara, dəridə müxtəlif səpkilərə səbəb olur. Qurdlarla mübarizə etmək üçün xüsusi dərman preparatları mövcuddur. Bu preparatları yalnız həkim müayinə və analizlərindən sonra təyin edilə bilər. Maraqlıdır ki, bəzi məhsullar da qurdqovucu təsirə malikdir. Bunlardan bir neçəsini misal gətirək. Birinci, sarımsaq. Sarımsağın tərkibinə xüsusi alisin adlı maddə var. Bu maddə qurdun orqanizmdə gedən metabolizm prosesini dayandırır ki, nəticədə qurd məhv olur. İkinci, balqabaq tumu. Qurdlar bağırsaqların daxili divarlarına ağzı ilə bərkidilir və bunun nəticəsində burada uzun müddət ərzində yaşaya bilirlər. Balqabaq tumlarının tərkibində olan maddə qurdların əzələlərini iflic edir ki, qurdlar bağırsaqlara yapışa bilmir və burada mexaniki olaraq xaric olunur. Üçüncü, ananas. Ananasın tərkibinə bromelain maddəsi daxildir. Bromelain çox güclü fermentdir. Bromelain qurdların zülal strukturlarını əzir, əridir. Daha sonra isə insanın mədə-altı vəzi fermentləri bu prosesi davam etdirir və qurdlar həll olunur və bağırsaqlardan xaric olunurlar.